Deməli, müharibə əhatə eləyir. İkinci Səfəvi Osmanlı müharibəsi 1578-ci ildə, yəni Məhəmməd Xudabəyli hakimiyyətə gəlməyi ilə 1590-a kimi. 1590-cı ilə qədər müqaviləli Məhəmməd Xudabəyli bağlanıyor, yeri gəlmiş. Osmanlılara qarşı müharibə aparılır. Məhəmməd Xudabəyli ortaq cəhəti kimi Təhmasiblə və İsmaillə hər üçünün də ortaq cəhəti Osmanlılarla müharibə aparması. Amma Təhmasibdən həm İsmail, həm Məhəmməd Xudabəylidən İsmail, Təhmasibdən fərqli cəhəti Osmanlılarla müqavilə bağlaması. Məhəmməd Xudabəyli İsmail Osmanlılarla müqavilə bağlamayıb, amma Təhmasib bağlayıb. İlk döyüşlərdə Səfəvilər və ya da ki, Qızılbaşlar qalib gəldi. Bu ilk döyüşlər kitabımızda cümlə olaraq keçir. Yəni, orada hər hansı bir döyüşün adı, planı yoxdur, soyadı, matasının adı yoxdur. Sadəcə yazır ki, ilk döyüşlərdə Səfəvilər qalib gəldi. Ona görə sizə sual düşəndə Səfəvi Osmanlı müharibəsində, 78-ci müharibəsində, ikinci mərhələsində, ilk döyüşlərində, 2 nöqtə Səfəvilər və Qızılbaşlar qalib gəldilər. Amma daha sonra 1578-ci ildə bunlar arasında çıldır döyüşü baş verir. Osmanlılar və Səfəvilər arasında Osmanlılar qalib gəldi. Osmanlıların qalib gəlməsinin səbəbi sayı üstünlüyü, ordu silahlı yaxşı tərcih olunmaları, həmçinin Qızılbaşlar arasında birliyin olması çəkişmələr. Və bundan sonra deməli, Osmanlıların Şərqi Gürcistanı ələ keçirmək üçün şərait yaranır. 1578-də daha bir döyüş baş verir. Bu Molla Həsən döyüşüdür. Ağsu yaxınlığında. Burada Səfəvilər Krım türklərinə qalib gəldi. Krım türkləri hardan gəldilər, qeyd oldular, çıxdılar ortaya. Krım türkləri Osmanlı dövlətinin müttəfiqləri idi. Ona görə də onlarla birlikdə Azərbaycan yürüş eləmişdilər. Bu Molla Həsən döyüşündə Səfəvilər onları məğlub edir. 1583-cü il Niyazabad döyüşü. Niyazabad döyüşündə Səfəvilər Osmanlıları və Krımları ikisini bir yerdə məğlub edirlər. Hətta bunları Dərbəndə doğru sıxışdırırlar, amma əlavə qüvvələr toplayaraq Osmanlılar bu döyüşün öz xeyirlərinə dəyişməsini nail oldu. 1583-cü daha bir hadisə, Osmanlılar Çuxursəvi tuturlar. Yəni İrəvanı, sizin vətənin. 1585-ci ildə bunlar arasında Sufyan döyüşü baş verir. Səfəvi Osmanlı döyüşü, burada Osmanlılar qalib gəlirlər. Belə deyək də, kitabda konkret olaraq Osmanlı qalib gəldi, Səfəvi məğlub oldu söhbəti yoxdur. Orada deyir ki, o Səfəvilər geri çəkildilər. Mən cümlə olaraq nəfəs onu deyirəm sizə. Orada deyir ki, Səfəvilər geri çəkildilər. Bu məğlubiyyətdir əslində. Amma məğlubiyyət sözü yazılır. Bu döyüşdən sonra deməli, Osmanlılar qalib gəldikdən sonra Təbrizi tuturlar. Hətta burada Qeysəriyyə bazarını yandırırlar. Qeysəriyyə bazarı kimi işlətdirir? Mən əlindən göstərməsəm, orada biraz görür. Amma deməli, Osmanlı Səfəvilərin hücum həmlələrindən ehtiyat edən Osmanlılar Təbrizdən geri çəkildiler. Sülh danışıqları başladı bunlar arasında. Sülh danışıqlarını Səfəvi tərəfdən Məhəmməd Xudabəylidən oğlu Həmzə Mirzə aparır. Həmzə M. Müəllim. Bunların da 3-cü Murad. Həmzə deyir ki, Təbrizi qaytarın bizə, sülh bağlayaq. Murad deyir ki, yox, nə tutmuşuqsa hamısı bizimdir, sülh belə bağlayır. Və ona görə də sülh danışıqları bozulur.
və sülh danışıqlarının pozulmasının başqa bir səbəbi də Həmzə Mirzə Qarabağda olarkən suiqəst əsasında öldürüldü. Və 1586-1589-cu ildə Osmanlılar Azərbaycanın böyük hissəsini ələ keçirirlər. Kitabda belə də yazılıb cümlə olaraq.